Salam, bu dəstə izah edəcəyimiz mövzu ümumiləşdirici tapşırıqlardır. Deməli, 7-ci sinif 2-ci hissə iş dəftərində hava şəraiti bölməsi ilə bağlı olan ümumiləşdirici tapşırıqları izah edərik. Gəlin birinci tapşırıqla başlayaq. Aşağıdakı sözlərdən istifadə etməklə boşluqları tamamla. Tufan, rütubət, peyklər, hava proqnozu, təzyiq, meteoroloji stansiya. Müəyyən bir zamanda və məkanda atmosferin aşağı qatının vəziyyətidir. Bu əlbəttə ki, havadır. Hava müəyyən bir zamanda və məkanda atmosferin aşağı qatının vəziyyətidir. Temperatur, havanın elementləri verilib, yəni deyir temperatur, təzyiq və rütubət. Bildiyimiz kimi bu üç əsas havanın elementləri hesab olunur. Temperatur, təzyiq və rütubət havanın elementləridir. Bu elementlər sayəsində havada müxtəlif proseslər baş verir. Havanın kəskin dəyişməsi nəticəsində ekstremal hava şəraiti yaranır. Tornado, daha sonra tufan, leysan, dolu və s. belə hadisələrə nümunədir. Yəni, burada tufan yazmaq daha doğru olar. Hava elementləri üzərində müşahidələr meteoroloji stansiyada aparılır. Burada yaza bilərik ki, meteoroloji stansiyalar. Yəni, meteoroloji stansiyada aparılır. Havanın gələcək vəziyyətinə aid məlumatlar hava proqnozu adlanır. Yəni, hava proqnozu havanın gələcək vəziyyətinə aid məlumatlardır. Yəni, proqnozdur, öncədən verilən məlumatdır. Hazırda hava müşahidələri, radar sistemi və s. müasir texnologiyada aparılaraq əhaliyə daha dəqiq məlumatlar verilir. Hazırda hava müşahidələri, peyklər, radar sistemi və s. müasir texnologiyalarla aparılaraq, bura peyklər olar. Əhaliyə daha dəqiq məlumatlar verilir. Yəni, burada da peyklər olar. Şəkillərdə müxtəlif alətlər təsvir edilmişdir. Deməli, A şəklində fluger alətidir. Fluger alətidir. Küləyin istiqamətini ölçür. B-də yağıntı ölçən, yəni yağış ölçəndir. Yağış ölçən. C şəklində anemometrdir. Anemometr küləyin sürətini ölçür. D-də də hiqrometrdir, yəni atmosfer rütubəti ölçür. Hiqrometr rütubəti ölçür. Bu alətlərdən istifadə olunduğu sahəni müəyyən et. Hər 4 alət hava proqnozları üçün, yəni hava məlumatları üçündür və havanı da öyrənən meteorologiya elmidir. Ona görə düzgün cavabımız olacaq meteorologiya. Şəkildə verilən alətlərin adlarını və funksiyasını cədvəldə qeyd et. Yenə dediyimiz kimi A-da olan fluger alətidir, küləyin istiqamətini ölçür. B-də olan yağış ölçəndir, yağıntının miqdarını ölçür. C-də anemometr göstərilib, yəni küləyin sürətini ölçür. D-də də hiqrometr, yəni küləyin havanın rütubətliyini ölçür. Hansı alət Stevenson qutusunda yerləşdirilməlidir? Bildiyimiz kimi Stevenson qutusunda, yəni hava haqqında məlumatları öyrənmək üçün o qutuda bəzi, belə deyək, avadanlıqlar, qurğular yerləşdirilir. Onun içərisində biz termometri deyə bilərik, hiqrometri deyə bilərik, barometri deyə bilərik. Burada da yuxarıda verilən şəkillərdən yalnız hiqrometri, yəni bu qutuda yerləşdirmək olar. Rütubəti ölçən hiqrometri. Digər cihazlar, yəni fluger və anemometr açıq hava şəraitində, yağış ölçən də açıq hava şəraitində belə deyək, yerləşdirir. Ona görə düzgün cavab olacaq hiqrometr. Dəniz səviyyəsindən hündürlüyü 3500 metr olan dağın ətəyində temperatur 12 dərəcə Selsidir. Dağın zirvəsində havanın temperaturu neçə dərəcə olduğunu hesabla. Gəlin dağı çəkək, burada tam belə göstərək. Deyir, dəniz səviyyəsindən hündürlüyü 3500 metr olan, yəni dəniz səviyyəsi 0 metrdir. Buraya yazaq 0 metr. Və dağ 3500 metr, yəni ən hündür zirvəsi 3500 metrdir. Dağın ətəyində, yəni dəniz səviyyəsində temperatur müsbət 12 dərəcə Selsidir. Bizdə zirvədəki temperaturu istəyir. Əvvəlcə gəlin hündürlük fərqini tapaq. Arada hündürlük fərqi 3500-dən 0 çıxarıq, eləyəcək 3500 metr. Biz də bildiyimiz kimi qaydamız olaraq bilirdik ki, 1000 metrə temperatur 6 dərəcə Selsi azalır və yaxud 100 metrə 0,6 dərəcə Selsi. Yəni 1000 metrə 6 dərəcə Selsi və yaxud 100 metrə 0,6 dərəcə Selsi. 3500 metrə də x dərəcə Selsi, yəni tənasüb qaydasını həll eləsək, buradan da x bərabərdir
3500-ü vurarıq 6-ya bölərik 1000-ə. Deməli, yəni aradakı hündürlük, belə deyək, temperatur fərqini taparıq. Yəni hündürlük fərqini temperatur fərqinə çevirərik. Bu da eləyəcək, belə deyək, 6-nı 5, 0, 18, o da 3, 21 dərəcə Selsi. Deməli, arada 21 dərəcə fərq var. Yuxarıya doğru getdiyimiz üçün temperatur azaldığı üçün 12-dən 21-i çıxarıq. Bu da eləyəcək -9 dərəcə Selsi. Deməli, dağın başında temperatur -9 dərəcə Selsi olacaq. Verilən fikirlərə uyğun gələn sözlərin altından xətt çək. Temperatur azaldıqca hava soyuyub sıxılır və ağırlaşaraq yer səthində yüksək təzyiq yaradır. Yəni, temperatur azalanda hava sıxlaşır və ağırlaşır. Ağırlaşan hava yerə doğru hərəkət etdiyi üçün, yəni aşağıya doğru çökdüyü üçün, belə deyək, daha çox, yerdəki cisimlərə daha çox təsir edir. Bu da yüksək təzyiqdir. Küləyin gücünü ölçmək üçün Beaufort şkalasından istifadə olunur. Richter şkalası zəlzələnin gücünü ölçür. Sahilboyu ərazilərdə quru və suyun sutkalıq temperaturunun dəyişməsi nəticəsində brizlər yaranır. Briz küləkləri sahilboyu ərazilərdə sutka ərzində istiqamətini dəyişən küləklərdir. Amma mussonlar, belə deyək, ildə 2 dəfə istiqamətini dəyişirlər, yəni fəsillər üzrədir. İndoneziyada əkinçiliyin inkişafı üçün isti və rütubətli hava şəraiti müşahidə edilir. İndoneziya ekvatorial enliklərdədir, isti və rütubətli hava şəraiti müşahidə olunur. Yağıntılara aid müvafiq terminləri cədvəldəki boşluqlara yaz. Buluddan düşməyən yağıntılar, yəni şeh, qrov və sırsıra. Burada yazmalıydı buluddan düşən yağıntılar, buluddan düşənlər. Bunlar da yağış, qar və dolu olacaq. Cədvəldə məlumatlardan istifadə edərək Astana şəhərinin yanvar ayı üçün külək gününü qur. Astana şəhəri Qazaxıstanın şəhərlərindən biridir. Şimal küləyi deməli 10 gün əsib. Gəlin burada günlər üzrə qeyd eləyək. 1, 2, 3, 4, 5. Yəni 10 gün əsib. 10 təqribən bura düşəcək. Hər bir dairə 5 gündür. Burada olacaq 10. Cənub küləyi 3 gün əsib. O da düşəcək bura. Daha sonra şərq küləyi 4 gün əsib. O da düşəcək bura. Qərb küləyi 2 gün əsib. O da düşəcək bura. 2 gün. Şimal-şərq küləyi 6 gün. Bu 5 gün. Burada olacaq 6 gün. Şimal-qərb küləyi 2 gün. O da təqribən düşəcək bura. Cənub-şərq küləyi 1 gün. Cənub-şərq küləyi 1 gün. Cənub-qərb o da 1 gün əsib. Şəlakətli günlərin də belə deyək sayı 2 gündür. Yəni küləksiz günlərin sayı da 2 gündür. İndi buradan külək gününü qrafikasını qursaq. Yəni belə bir qrafik alınacaq və 2 gündə küləksiz günlərimizin sayı olacaq.